Allah Quran-ı Kərimdə buyurur ki, İdə şəmsu kuvvirat. Günəş sarılıb büküləcəyi zaman və büküləcək burada elmi mənalar var, onu açıqlamayım. Çünki tam günəş heç tam yumru da deyil, bizə yumru görülür. Onun şüaları var ki, neçə min kilometrdən uzanır və s. Onun dili var, yəni onu demirəm. Ona görə yumrulardan biraz qırağa çıxır. Amma günəş dönən zaman yumrulanacaq tam, onun dilləri də sönəcəkdir. Quran-ı Kərimdə yəni təfsirlə burada deyilir ki, İdə şəmsu kuvvirat, yəni ki, günəş sönəcəyi zaman. Sözsüz ki, bu qiyamətdən gedir söhbət. İndi günəş hələ sönməyib, amma elm, NASA və digərlər fərqli yox, hamısı bütün astronom mərkəzlər deyirlər ki, həqiqətən günəş bu gün də görürlər ki, günəş öz gücündən, enerjisindən neçə min tonlarla hər gün itirir və hesablayırlar ki, neçə milyon il deyirlər, 5 milyon il deyirlər sözsüz ki, ildən sonra həqiqətən günəş sönəcək və necə ki, Quran-ı Kərimdə Allah bildirir ki, və cüma'əş-şəms vəl-qamar, günəş və ay cəm olunduğu zaman bir yerdə olacaq. Elm özü təsdiqləyir ki, günəş əgər enerjisini itirdikdə bizə yaxınlaşacaq və aya yaxınlaşacaq, yaxına gələcəkdir və istiliyin də itirəcək, zəifləyəcəkdir. Yəni bunu Quran-ı Kərim gələcəkdə olacağını bildirir, elm isə bunu təsdiqləyir ki, bəli, həqiqətən də bu baş verəcəkdir.